Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda badımcanla kartoflu, kotletli yeməyin hazırlanmasını sizinlə paylaşıram. Buna tərəvəzli, fərqli qazan kotleti də demək olar. İndi keçək hazırlanmasına. Əvvəlcə badımcanları hazırlayıram. Badımcanların qabığını zolaqlı şəkildə soyuram. Soyduğum badımcanları iki hissəyə bölürəm. Kəsdiyim hissələri də yenə uzunsov şəkildə iki hissəyə kəsirəm. Badımcanların acısını çıxartmaq üçün bir ərzaq qabına yığıram. Üzərinə duz əlavə edib qarışdırıram. Üstünə çıxana qədər su əlavə edirəm. Üzərinə bir boşqab çevirirəm. 15-20 dəqiqə gözlədirəm. Bu arada kotleti hazırlayıram. Kotlet üçün dana əti götürmüşəm 400 qram. Ət çəkən maşından keçirtmişəm. Bir ədəd iri soğanı da ət çəkən maşından keçirtmişəm. Bunları ərzaq qabına əlavə edirəm. Üzərinə zövqə görə duz, qara istiot səpirəm. Siz ağız dadınıza görə istədiyiniz ədvanı əlavə eləyə bilərsiniz. Ətlə soğanı yaxşı-yaxşı qarışdırıram. Hazırladığım ət qarışımından kotlet hazırlayıram. Kotletləri videoda göstərdiyim kimi uzunsov şəkildə hazırlayıram. Amma istəyə görə dairəvi şəkildə də hazırlamaq olar. Kotletləri də hazırlayıb bir taxtanın üstünə düzürəm. Badımcanları bişirənə qədər soyuducuda gözlədirəm. Badımcanların acı suyunu çıxardandan sonra soyuq suyla təmiz yuyuram, sıxıram. Təmiz badımcanları qızmar yağda biraz qızardıram. Badımcanları ara bir çevirirəm, çox bişirmirəm. Elə bir üzü biraz qızarır, çevirirəm. Hər iki üzü biraz qızarandan sonra tavadan çıxardıb başqa bir qaba düzürəm. İstifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Ərzaqların ölçülərini artıraraq daha çox hazırlamaq olar. Badımcanları bişirəndən sonra elə ardından kotletləri tavaya düzürəm. Onları da bir üzü biraz bişib qızarandan sonra çevirirəm. O bir üzü də biraz qızarır. Hamısını eyni qaydada arada bir çevirərək qızardıram. Çox bişirmirəm. Onları da hər iki üzünü biraz qızardandan sonra tavadan götürüb onu da başqa bir qaba yığıram. Bir ədəd orta boy soğanı xırda-xırda doğramışam. Onu da yağa əlavə edirəm, qarışdırıram. Soğanı yağda biraz qovururam, çox da qızartmıram. Soğanı biraz qovurandan sonra hazırlanmış olduğum kotletləri soğançanın üstündən düzürəm. Bir ədəd kartofu xırda-xırda doğramışam, onu da kotletlərin yanından düzürəm. İstəyə görə kartofu daha çox əlavə eləyə bilərsiniz, amma mən bir ədəd doğradım. Üzərindən az doğradığım qırmızı yaşıl bibəri, öz zövqünüzə görə tərəvəzləri daha çox ya da daha az əlavə eləyə bilərsiniz. Pomidor düzürəm. Pomidorların qabığını soymuşam. Videoda gördüyünüz kimi dairəvi şəkildə doğramışam. Döşəmə kimi üst-üstə düzürəm. Pomidorun üstündən də qızartdığım badımcanları əlavə eləyirəm. Onları da pomidorun üstündən yayıram. Badımcanı da üstündən yenə qabığını soyub doğradığım pomidorlardan düzürəm. Sonda üzərinə duz səpirəm. Zövqə görə istədiyiniz ədvadan əlavə eləyə bilərsiniz. Sarı kökdə əlavə eləyə bilərsiniz. Sarımsaqda doğraya bilərsiniz. Su əlavə eləmirəm. Elə qapağını örtüb qazın orta xodunda qoyuram bişməyə. Gördüyünüz kimi yeməyim artıq qaynayır. Pomidorlar öz suyunu buraxır. Pomidorların suyu çəkilib yağa düşənə qədər bişirirəm. Yeməyim artıq hazırdır. Gördüyünüz kimi çox gözəl bir yemək alınıb. Zövqə görə üzərinə istənilən göyərtini də səpmək olar. Çox yaxşı bişir əti, kartofu, badımcanı. Buna badımcanla qarışıq qazan kotleti də demək olar. Siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm.
Videomuzu beğenmeyi, eğer abone değilsinizsə abone olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənə dək.